Salam əziz doktorantura imtahanına hazırlaşanlar. Deməli bugün bir test işlətdim tələbələrimə və dedim ki, onu sizlə paylaşım, sizə də izah edeyim. Əgər qrammatika hissəsində sözünlər və bağlayıcılardan probleminiz varsa, bu videoya mütləq baxın. Bir test hazırlamışım, sırf qrammatika, yəni sırf sözünü və bağlayıcıya aid. Və buna edirsiniz, ilk öncə baxın, test edin, sonra da izahına baxın. İnşallah ki, sizə uğurlu olar. Mən Güney Qacar. Buyurun, başlayaq testin izahına. Deməli, bu dərsdə işlətdiyim tapşırıqlardır. Elə bunun birini, məsəl üçün, təsadüfən seçdiyim üçüncünü bir yerdə işləyək. Amma ilk öncə ekran şəklini alın. Siz bu dərsi, birinci bu testi özünüz edin, məsləhətim odur. Arxasınca isə mənim izahıma baxın. Elə isə başlayaq, yəqin ki, işlədiniz. Mən də burada test sizə bu qrammatika, yəni söz önü və conjunctiona aid olan xüsusi hazırladığım bir testi işləyək. Deməli, baxıram burada, the rapid shift in the global temperature is an issue. Nöqtənin əvvəlinə baxıram, birinci testlərlə tanış oluram. Testin quruluşu mənə göstərir ki, bu relative pronounlardır. Relative pronoun da ilk öncə təkrarlayaq. Əgər nöqtənin əvvəlində isim varsa relative pronoun olacaq. Nöqtənin əvvəli əgər cansız isimdirsə which, canlı isimdirsə who, whom, əgər məkandırsa where olacaq. Onların arasındakı fərqi də dərs keçdikcə izah edəcəm mən sizə. İndi baxıram, nöqtənin əvvəlində nə var idi? Issue, bu deməli nə oldu? Cansız məsələ. Deməli, mən onu da burada nə yazıram? Mənim hansı variantım olacaq? A variantı which. Yəni, bu qədər bəsit və bu hər il qəbula düşüb, keçən ildə düşüb. Ona görə ehtiyatlı olun bu testdən. Deməli, birinci testimiz oldu. A variantı. İkinci testimizə baxıram. Baxıram, burada variantlar birinci mənə kömək eləsin. İlk öncə variant həmişə baxıram. Despite baxmayaraq deməkdir. Since, bəri deməkdir. Although da baxmayaraqdır. Whether, ya da bax bu cür tərcümə verir. İndi burada iki dənə baxmayaraq sözü var. Bir dənə bunları təhlil eləyək. Despite-dən although-nu. Although və yaxud da though cümlə özündən sonra cümlə istəyir. Özündən sonra cümlə. Amma despite-dən in spite of isə özündən sonra söz və yaxud da söz birləşməsi istəyir. Yəni aradakı fərq budur. Çünki tərcümələr eynidir. Mən indi burada baxıram. Baxıram burada nə var? Environmentalists have warned about these for decades. İndi mən baxıram burada. Cümləmin mübtədası var. Arxasınca have warned xəbərdarlıq eləyib nə haqqında? Fikir verin, cümlədir. Bu artıq cümlə nə deməkdir? Mübtəda xəbəri olmasıdır. Deməli, bu artıq despite ola bilməz. A variantını çıxardıram. Since-i də görə tərcümə uyğunlaşırmı? İkidə deyir ki, ekoloqlar xəbərdarlıq etsələr də, yəni baxmayaraq ki, ekoloqlar, tərcümə mənə bunu uyğunlaşdırdı. Baxmayaraq ki, ekoloqlar xəbərdarlıq ediblər, sənaye tərəqqisinə üstünlük verilib. Amma yenə də sənaye tərəqqisinə üstünlük verilib. Yəni, mənim burada cümləm bunu bəhs edir. Ümumiyyətcə, mən bu testdə ilk öncə mətni oxumağınızı məsləhət görürəm. Çünki mənim indi bu hazırladığım ancaq qrammerə aiddir. Sırf mövzu testidir. Yəni, tələbələrim üçün hazırlayıram ki, mövzuları öyrəndikcə həmin mövzunu struktura uyğun olaraq öyrənsinlər. Amma ki, bu yəni şeydən nədir? Normalda 4-ü qrammatika olur, 6-sı söz bazasına aid olur. Və söz bazasına aid olduğu üçün siz mətni bütöv oxumalısınız ki, gedişatın nədən getdiyini biləsiniz. Sonra keçək üçüncü testimizə. Bizdə çünki bu qrammerdir. Yenə deyirəm, mövzu testi. Bu mənim özüm üçün hazırladığım, tələbələr başa düşsün deyə hazırladığım. Amma qəbula burada 4-ü qrammatika, 6-sı isə söz bazası üzərində düşür. İndi keçirəm üçüncüyə. Baxaq görək, birinci variantlar 3 mənə nə istəyir? Over üzərində, along boyunca, through, bu da boyunca mənasında da göstərəcəm nə deməkdir? Among isə arasında. Görək burada hansı tərcümə uyğunlaşar. Deyirəm ki, for the industrial progress has often been prioritized. Arxasınca baxıram, deməli, ecological health. İndi 3-də nə olar burada? Ən uyğun variant over variantı olar. Niyə görə? Tərcümə edeyim over. Baxın. Prioritize A over B. Bu o deməkdir ki, A-nı B-dən üstün tutmaq. Yəni, prioritize over deyə bir ifadə var. Filan şeyi filan şeydən üstün tutmaq. Mənim bu cümləmdə məna isə nədir? Ekoloji sağlamlıqdansa
sənaye tərəqqisinə üstünlük verilir. Yəni belə bir tərcümədir. Yəni ekoloji sağlamlıqdansa sənaye tərəqqisinə üstünlük verilir. Ona görə də biz bu variantda nə edirəm? Prioritize over götürürəm. Keçirəm 4-ə. Birinci 4-ün variantına baxıram. Yenə relativ pronounlardır. Yenə ulduz qoyuram ki, bu qəbula düşüb. Whose nə vaxt olur? İki ismin ortasında. Yəni özündən sonra isim istəyəndə whose olur. Whom nə vaxt olur? Mübtəda xəbər gələrsə. That nə vaxt olur? Əgər nöqtənin əvvəli cansızdır, which-dirsə zətdə olar, who-dursa zətdə olar. Bax budur. Və ya nə vaxt olar? Bayaq dediyim kimi nöqtənin əvvəli məkan gələrsə. Gedirəm burada nöqtələrə. Deməli 4-ə baxıram. Nöqtənin əvvəlində nə var? Ekosistem. Ekosistem nə deməkdir? Bu artıq cansız bir isimdir. Ekosistem canlı deyil, axı cansızdır. Buna görə də biz burada nə yazarıq? Normalda which yazmalıyıq. Amma which də olmadığına görə mən burada nə yazacağam? That. Dostunu gətirirəm that-i. Anladıqda qaydanı. Nöqtənin əvvəli cansız olduğu üçün burada that istifadə olunur. Sonra keçirəm 5-ciyə. Baxaq görək. Depend on delicate balances are now struggling to adapt. 5-ci baxaq görə 5 hansı qaydadır? Yenə relativ pronoun qaydasıdır. Dedik whose nə vaxt olur? İki ismi ortasında. Yəni ismi digərinə mənsub eləyəndə. Which nə vaxt olur? Nöqtənin əvvəli cansız olarsa. Who nə vaxt olur? Canlı və xəbər gələrsə. That da who-nu və which-i əvəz eləyir. İndi mən 5-ə baxıram. Species ... habitats are destroyed. Növlər, məkanları məhv olunub. Yəni bu cür. İndi bu məkanlar, mən baxıram bir də bunun əvvəlindəkisin, bizə narahat eləməsin. Bu yaşayış yerləri, habitats, mənim bundan əvvəlki species növlərə aiddirsə, mən burada whose yazacağam. İndi gəlin whose'a baxaq görə uyğunlaşırmı? Necə deyir? Deyir, məskənləri dağılan növlər. Yəni bu məskənlər bu növə aiddir. Yiyəlik hal bildirir. Ona görə mən burada whose'u bağlayacağam ki, bu habitatı species'a aid eləsin. Deməli, başa düşdünüz? Whose, məsəl üçün deyirəm, tələbə kimin ki testi düz çıxdı. Student whose exercises. Bax, tələbənin, çünki o exercise tələbəyə aiddir artıq. Ona görə mən whose verirəm. İndi keçirəm 6-ya. 6-da nə yazacağam? 6-ın birinci variantlarını tərcümə eləyək. Görək nə mənaya gəlir. Deyirik ki, unless. Unless-i mən sizə bir dənə öyrədim. If not-a bərabərdir. If not, bu bir yerdə elə bil unless-dir. Məsələn, if the weather is not good. Hava yaxşı olmasa. Mən bunu nə deyirəm? Unless the weather is good. Yəni, hava yaxşı olmasa. If not, unless-ə bərabərdir. If-i bilirik əgər deməkdir. Also-nu bayaqlar öyrəndik, baxmayaraq və cümlə istəyir. Despite də baxmayaraq, amma söz istəyir. İndi baxaq görək 6-da mənim hansı variantım uyğunlaşar. We reduce our carbon footprint immediately. Biz azaldırıq öz. Yəni, karbon ayaq izimizi dərhal azaltdırıq. Bir çox sahil yanı ərazilər, bir çox regionlar suyun altında qalacaq. İndi mən burada necə deyirəm? Bir dənə mənim tərcüməmə A-nı qoyuram, unless-i qoyuram, tərcümə edirəm. Baxın, əgər biz ayaq izlərimizi, yəni karbon ayaq izimizi dərhal azaltmasaq, if not, bir çox regionlar suyun altında qalacaq. Burada da altında sözünü 7-nə baxıram. Under sözü uyğunlaşır. Under the water. Qoyaraq, amma gəlin across öyrənək. Across bir tərəfdən o bir tərəfə keçməkdir. Along boyuncadır, behind arxasınca deməkdir, arxasında. İndi mən də burada 7-də nə uyğunlaşdırsa, əgər biz bunu etməsək, dərhal bunu eləməsək, bir çox yerlər suyun altında qalacaq deməkdir. Keçirəm 8-ə. Bir dənə bundan əvvəlkiləri belə silim ki, bizə mane olmasın. Daha doğrusu biz 7-yə nə yazdıq bu under sözü, S variantı. Gəlin 7-yə S-mizi yazaq. İndi 8-ə baxıram. This crisis is not just about the weather. Yəni bu kriz sadəcə havaya aid deyil. Həmçinin, fikir verin, orqanizm, survival, sağ qalan orqanizm. İndi mən burada baxıram, not
not just. Bunu çox adamı çaşdırdı, tələbələrimi də çaşdırdı. Çünki not only but also bilirlər. Amma bəs not just bu elə bir növ not only ilə sinonimdir. Only ilə just. Not just-ı görüb, yəni nəinki buna aiddir, həmçinin buna aiddir. Burada ona görə B variantını yazıram. Yəni baxıram and və deməkdir. But also nəinki həmçinin, or ya da norda nedir, norda gələr. Yəni bir əvvəlinə bir şey olsun. Gəlin 9-cu testi birinci çalışmasına baxaq, görək tərcümələr nə deməkdir. Notwithstanding bu söz önüdür və despite-ın eyni mənasına gəlir. Yəni özündən sonra isim gətirir və baxmayaraq sözü deməkdir. Although baxmayaraq da cümlə istəyir. Bunun arasındakı fərq bu, çünki despite kimi söz istəyir, bu isə cümlə istəyir. Because çünki də if də əgər. 9-a baxaq görək hansı uyğunlaşır. Current efforts, many experts believe we are still. Baxın mən burada 9 nə yazım? Notwithstanding baxmayaraq yazsam əgər, A-nı yazsam. Tərcüməyə baxaq, deyir ki, mövcud səylərə baxmayaraq bir çox ekspertlər inanır ki, biz hələ də targetlərimizdən, yəni hədəflərimizdən geri qalırıq demək istəyir. Ona baxaq görək geri qalırıq sözü hansı uyğunlaşır. Towards dedik ki, doğrudur. Along boyunca, behind arxasında. Yəni məna cəhətdən arxasında burada uyğunlaşır ki, biz öz hədəflərimizin arxasında qalırıq. Baxmayaraq ki, çox eforlarımız var. Yəni bu hissəmiz yenə tərcüməyə gedir. Keçirəm 12-ci testimizə. 12-də we must look, daha doğrusu 12-11-ə. 11-i birinci deyim, biz demək bundan əvvəl 10-daydıq, indi 11-də. 11-in variantlarına baxaq. Beyond ötəsində deməkdir. Among arasında, across bir tərəfdən o bir tərəfə keçmək, behind arxasında. İndi mən bura baxıram, görək burada nədir? We must look, neyinəməliyik? Short term, economic gains and focus. 12-yə bir dənə baxaq, görək 10 varmı? Bəli, var. Bizdə nə deyirik? Focusdan sonra 10 gəlir. Yəni elə onu anladıq, bildik, o B-ni yazaq. Focus on sustainable alternatives. İndi mən burada tərcüməsini look-dan sonra beyond desəm, tərcüməsini versəm görün necə başa düşərsiniz. Deyirəm ki, qısa müddətli qazancların o tərəfinə keçmək, daha uzağı görmək üçün görməliyik. Daha sustainable alternativlərə fokuslanmaq üçün bunu etməliyik. We must look beyond. Sonra keçirəm 13-ə. 13-ə baxaq. Görək 13-də nə variantlarımız var. Either or olar, both and olar. Bu arada 13 və 14 arxa-arxayadır. Either or var. Both and var. Neither nor var. Whether but also D yoxdur. Whether or olar, amma but also olması üçün not on olmalıdır. D variantında belə çıxardıram 14-də. Çünki 13-14 bir cümlədir. İndi neither nor qoysam, tərcümə belə olar ki, nə hökumətlər, nə də şirkətlər investisiya edir. İndi mən burada bozəndə qoysam, həm hökumətlər, həm də şirkətlər investisiya etməlidir bu green enerji üçün, investisiya etməlidir. İndi mən nə etməliyəm? Deməliyəm ki, həm hökumətlər, həm də şirkətlər investisiya eləməlidir. Yəni both and. Çünki belə bir şey var axı və bu green enerjiyə nə etməlidirlər? Malım əli ilə verirəmsə, mən burada ordu, burada need to, yəni belə bir şeylər etməlidirlər. Bunu necə eləyəcəm? Həm hökumətlər, həm də şirkətlər investisiya eləməlidir. 15-ə baxaq. 15 tərcümələrinə birinci baxaq. By tərəfindən, along boyunca, through boyunca, across, bir tərəfdən o bir tərəfə keçmək. Baxaq görək bura nə uyğunlaşır 15-ə. Only collective action can we hope to steer a planet. Only, yəni indi mən baxıram, through sözünü bura qoysam vasitəsilə tərcüməsi necə olar? Deyir ki, kollektiv fəaliyyət vasitəsilə, sayəsində, yəni kollektiv eləmək vasitəsilə biz nə edə bilərik artıq? Yəni daha təhlükəsiz istiqamətlərə doğru, safer direction,
Doğru sözü biz də bayaqlar öyrəndik. Towards. Bu da burada var elə. Biz də bura götürürük. Towards yazıram. Deyirəm ki, daha təhlükəsiz istiqamətlərə doğru biz addım atmalıyıq bunun vasitəsilə. Collective action vasitəsilə. Burada niyə by olmur? Çünki elə bu vasitəsilə sayəsində sözü through'dur. Yəni keçən il belə tipli suallardan bir neçə dənə test düşmüşdü. Yadda saxlayın. İnşallah ki, köməyim dəyər. Nəyisə başa düşməsəz qeyd edin. Mən gələn dəfə onlara test işləyək. Bəli, bu qədər. Çox sağ olun. Uğurlar sizə.